Vaxtilə təhsil naziri olmuş Mikayıl Cabbarov dönəmində məktəbə gəlməyən şagirdlərin valideynlərinə pul miqdarına cəza kəsilməsi təklifi var idi ki, Mikayıl Cabbarova elə gəlirdi ki, köçürülən paralar onun cibişdanına axacaq. Lakin bu təklif ictimaiyyət tərəfindən qəbul olunmadı. Milli Məclisin əleyhində üyüdülmədi, möhtərəm prezident tərəfindən dəstəklənmədi. İndi də yaxın qohumlar tərəfindən evlənmək qanunla yasaq olunub ki, bu qanunu yasaq edənlərin özləri və yaxın adamları arasında belə evliliklər az deyil. Statistik araşdırma aparılsa, deputatlar və nazirlik səviyyəsində belə cütlüklər az olmamalıdır. Ən azından azad sevgi qadağan edilib, övladlar sevdikləri yaxınları ilə yox, uzun illər ünsiyyətdə olmadıqları ilə ailə həyatı qurma məcburiyyətindədirlər.